21 fevral 2026-cı il bir vacib xəbəri diqqətinizə çatdırıram. Məlhəm Hospitalla bağlı növbəti şikayət gündəmə gəlib. İlkin Mustafayev adlı Facebook istifadəçisi öz hesabında klinika ilə bağlı narazılığını əks etdirən paylaşım eləyib. O bildirib ki, analizlərin düzgün aparılmadığını və əlavə ödəniş tələb olunub. Onun sözlərinə görə bacısından götürülən ilik analizi Türkiyəyə göndərilmək üçün hazırlanıb. Analizin xüsusi şüşələr üzərinə yayılaraq mikroskopik müayinə üçün saxlandığı qeyd olunur. İlkin Mustafayev vurğulayıb ki, xəstəxananın təcili yardım şöbəsində həmin şüşələr üzərindəki material qanlı olduğu əsas gətirilərək əməkdaşlar tərəfindən yuyulub və bu məsuliyyətsizlik hesab edilir. Nəticədə analiz materialının yararsız hala düşdüyü və bu prosedurun təkrar aparıldığı iddia edilir. Nəticədə bacısından ikinci dəfə analiz götürülüb. Şikayətçinin sözlərinə görə analiz üçün 697 manat ödəniş edilib. Bildirək ki, dəyərli izləyicilər, qısa araşdırma elədim. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi dekabr ayında Məlhəm Beynəlxalq Hospitalda plandan kənar yoxlama aparıb. Yoxlama zamanı xəstəxanada lisenziyada nəzərdə tutulmayan ginekoloji xidmət, ekstrakorporal mayalanma üzrə fəaliyyət göstərilməsi faktı aşkar olunub. Aparılan yoxlamaların nəticəsinə əsasən Məlhəm Beynəlxalq Hospital MMC-nin direktoru və qanun təmsilçisi Fuad Qədimoğlu Əlizadə barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək iş məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Əlizadə qeyd olunan maddə üzrə təqsirli bilinib və 6000 manat məbləğində cərimə olunub.